Salam əziz izləyicilər və abituriyentlər, hər birinizi xoş gördük. Əgər məktəblisinizsə, abituriyensinizsə və yaxud da valideynsinizsə, bu video sizlər üçün önəmli olacaq. Çünki bugün bizim bir qonağımız var və bu qonağımız bu il 11-ci sinif məzun olur və 661 balla Tibb Universitetini hədəfləyir. Ümid edirəm ki, sizlər üçün faydalı video olacaq. Aylin xanım, xoş gəlmisən. Xoş gördük. Necəsən? Yaxşı, sağ olun, necəsiz? Sağ ol, yaxşı olasan. Zəhmət olmasa özün və məktəbin haqqında məlumat verə bilərsənmi? Mən Aylin Rüstəmli, 11-ci sinifi bitirdim, 4-cü qrupa hazırlaşırdım. İmtahanlardan 661 bal nəticə əldə eləmişəm. Mingəçevir şəhər Ruslan Muradov adına Texniki və Humanitar Fənlər Liseyinin məzunuyum. Təbrik edirik bir daha səni və ailəni, sevdiklərini. Nəticə möhtəşəmdir və 4-cü qrup həkimlik, düzdür? Bəli. İnşallah bir neçə il sonra səni savadlı bir həkim kimi görməkdə xoş olar. 661 bal topladın. Bu nəticəni özündən gözləyirdinmi? Nəticəndən razısanmı? Nəticəmlə razıyam deyə bilməyəcəm, razı deyiləm də deyə bilməyəcəm. Çünki əslində hədəfim daha yüksək idi. Sadəcə buraxılış imtahanında mən çox xəyal qırıqlığına uğradım. Ondan sonra biraz toparlanma falan. Blokumun əslində daha yaxşı olduğunu bilirdim, amma buraxılışdan da daha yüksək nəticə gözləyirdim. Sadəcə dinləmədən 2 dənə açıq sualımı düzgün yaza bilmədiyim üçün 10 bal getdi. Da 280 plus hədəfinə çata bilmədim. 274 bal toplamışdım buraxılışdan. Aydındır. Amma hər bir halda nəticə möhtəşəmdir. Səni bir daha təbrik edirik. Və Aylin, növbəti sualımız. Hər gün təqribən neçə saat dərs çalışırdın son illərdə? Son illərdə 11-ci sinifi götürsək, buraxılışa kimi daha çox dərs çalışırdım, hazırlıqlar çox olduğuna. Yəni günümün əksər hissəsi dərsdən keçirdi. Vaxtımın çox hissəsini hazırlıqlarda olurdum, evə gəlirdim, 1 saat dincəlməyimə vaxt ayırırdım. Sonra gecəyə kimi 5-6 saat arta da bilərdi, dərs oxuyurdum. Amma buraxılışdan sonra 3 fəndən hazırlaşdım. Daha çox vaxtımı əlavələrdə test işləyərək keçirirdim. Yəni evdə dərs oxumağa elə çox da vaxtım olmurdu. 3-4 saat belə oxuyurdum. Bəs səhər qalxıb dərs oxuma bir vərdişin vardı? Bəli, həmin günkü hazırlığın yorğunluq dərəcəsinə asılı olaraq ya gecə oxuyurdum, gecəyə kimi, ya da hazırlıqdan gəlib birbaşa yatıb səhər durub dərsə davam edirdim. Aha, aydındır. Telefon və sosial şəbəkələrdən də əksərən abituriyentlərin bu yaralı yeri necə istifadə edilir? İstifadə edilir ümumiyyətlə? Əslində ilin əvvəlində düşünürdüm ki, telefonu söndürüm, heç işlətməyim, həyatımdan çıxarım, amma o alınacaq bir şey deyil, çünki PDF-lərin əksəriyyəti telefondadır. Telefondan istifadə edirdim, amma dərs üçün istifadə edirdim. Sosial şəbəkə hesablarım yox idi, silmişdim, ancaq WhatsApp istifadə edirdim. Buraxılışdan sonra amma telefonda daha çox vaxt keçirməyə başladım. İstirahətə verdiyim daha çox vaxt ayırırdım. Aha, aydındır. Bir də səndən son olaraq universitetə hazırlaşan abituriyentlərə tövsiyəni soruşacağam və daha sonra izləyicilərimizin sualları vardı. Onlar sənə sualları ünvanlayıblar. Oradan da biraz sənə sualım olacaq. Və son olaraq məsələn 9, 10, 11-lərə olsun və yaxud da 10-cu siniflərə hazırki onlar 11 olacaqlar. Onlara xüsusi tövsiyə nə olardı? Əsas bunu deyim ki, heç bir fənni arxa plana atmasınlar, bundan yaxşıyam deyib. Çünki işləmədikcə həqiqətən olan bacarıqlarda itə bilir. Bir də 10-cu siniflərə əsas tövsiyəm olar ki, yay tətilində dincəlməyə vaxt ayırsınlar. Mən yay tətilində heç dincəlməmişdim, ancaq dərs oxuyurdum ondan 11-ə keçəndə. Amma 11-ci sinif həqiqətən çox yorucu bir ildir. 11-ə başlayanda o yorğunluqla başlamaq adamı geri sala bilir. Aha, aydındır. Bəs hazırlıq olaraq məsələn 9-dan başlamaq kifayət edirmi, yoxsa aşağıdan başlara daha yaxşı olar? Məncə 9-cu sinifdən həm blok, həm buraxılışa başlamaq daha yaxşı olar. Mən 7-ci sinifdən blok fənlərinə başlamışam. Fizika, biologiya, 8-ci sinifdən kimyaya başlamışam. Amma 7-8 adam tam adaptasiya ola bilmədiyi üçün blok fənlərinə, yəni tam da dərindən öyrənə bilmir. 9-dan məncə məsuliyyəti dərk edərək başlamaq daha yaxşıdır. Aha, aydındır. Və qeyd edim ki, izləyicilərdən yəni eşitməyən oldusa, Aylin 4-cü qrupdan həkimliyə inşallah imtahanla qəbul olacaqdır və Tibb Universitetini hədəfləyir. Təbii ki, ümid edirəm ki, bir neçə il sonra yaxşı bir həkim kimi ölkəmizdə fəaliyyət göstərəsən. İzləyicilərimizin sualları vardı müxtəlif bölgələrdən. Onların maraqlı sualları var. Onlardan da biraz cavablamanı istəyəcəm səndən. Mingəçevirdən Zəhrə yazır, neçənci qrup olduğunu dedi artıq 4-cü qrup və həkimlik. Hansı kitabları, hansı vəsaitləri soruşur? Bir də ingilis dili üçün necə öyrənirdi, hansı metoddan istifadə edir, onu soruşur. Vəsait olaraq əsas vəsait düşünürəm ki, DİM-in topluları, bir də əvvəlki illərin keçirilmiş qəbulları, sınaqlarıdır. Mən onlardan işləyərək, belə deyim, biliklərimi daha da möhkəmləndirirdim. Və başqa əlavə olaraq güvən də işləyə bilərik. Məsələn, blok fənləri üçün nəzərdə tuturam. Buraxılış fənləri üçün məncə əlavə vəsait işləməyə ehtiyac yoxdur. DİM-in topluları bəs eləyir. Bir də əvvəlki illərdə keçirdiyi buraxılışlar. Digər sual nə idi? Digər ingilis dilini necə öyrənirdi? Xüsusi metodu var mı idi? Xüsusi metodum ingilis dilində xeyr yox idi. Çoxlu sınaq işləyirdim. Bizim müəllim elə idi ki, hər gün ən azı 2-3 dənə sınaq işlədirdi. Çoxlu sınaqlarla ingilis dilini möhkəmləndirirdim. Bir də əsas məsələ söz öyrənməkdir. Mənim yaralı yerim idi. Çünki əzbərçiliyi sevmirəm deyə söz öyrənməkdə çətinlik çəkirdim. O da məni çox qorxudurdu. İmtahana 2 həftə falan qalmış, ancaq söz oxuyurdum. Ancaq lüğət əzbərləyirdin. Bəli. Tamam.
Bakıdan Şəhla xanım soruşur ki, 10-11-ci sinifi hazırlaşmaqla olarmı? Yəni sadəcə 10-11-i dərs oxuma planına artıq məlumat verdi. 10-11-i hazırlaşmaqla necə olar deyir? Məncə düzgün metodla 10-11-ə hazırlaşmaq kifayət edir. Yəni 9-dan 10-11 hazırlaşsa o da kifayət edir. Əsas odur ki, yəqin uşaq disiplinli olsun, düzgün oxusun, aydındır. Cəllabaddan Zəhra soruşur, neçənci qrup və Sait soruşur. Bunları cavabladı artıq. Ona maraqlı bir sual veribdi. Ən çox kim dəstək olub deyə belə bir sual var. Mənə həm ailədən çox dəstək olurdular, həm ətrafımdakı dostlarım, həm də müəllimlərim və məndən başqa hamı mənə dəstək olurdu. Amma dəstəyin özü də düşünürəm ki, 11-ci sinif üçün bir psixoloji yükdür. Bu qədər insan mənə güvənir, birdən onların güvənini səhv çıxararam düşüncəsi də olur insanda. O da psixoloji adamı biraz gəlir yəqin ki. Aydındır. Lənkərandan Əli Rızayev soruşur ki, 11-ci sinifdə mövzular sürətli gedir. Bu, onun üçün əlavə çətinlik yaradırdımı? Ev tapşırıqlarının çatdırılması olsun, dərsləri öyrənmək olsun, əlavə çətinlik yaradırdımı sənin üçün? Məncə 10-cu siniflə çalışmalıdırlar ki, bütün mövzuları tam şəkildə mənimsəsinlər. Mənimsəyə bilmədikləri mövzunun üstündə çox dayansınlar. Çünki 11-ci sinifdə mövzunu dərindən keçməyə vaxt olmur. Həqiqətən də çox sürətli keçir. Mənə elə bir çətinlik yaratmamışdı. Amma buraxılışa bir ay falan qalmış. Biz təkrara başlayanda riyaziyyatda məsələn tapşırıqlar həddindən artıq çox olurdu. Bir dəfəyə bütün bölməni təkrarlamaq o biraz çətinlik yaradırdı mənə. Aydındır. Ümumiyyətlə düşünürəm ki, müasir dövrdə abituriyentlərin də işi çətin 9-10-11-dir. Fənləri oxumaq, xüsusilə açıq sualların gəlməsi biraz işləri çətinləşdirib. Mingəçevirdən sual yazanlar var. Xədicə adlı abituriyent soruşur ki, dərsləri necə çatdırıb, vaxt bölgüsünü soruşur. Xüsusilə soruşduğu bir şey var. Yorğun olanda necə dərs çalışırdı? 600 bal plus bal toplamaq üçün hansı belə deyim metodları var, nüanslar nələrdir soruşur. Ümumiyyətlə yorğun olanda necə dərs çalışırdın? Çalışırmıydın? Məncə əsas disiplinli olmaqdır. Yorğun olanda bəli dərs çalışırdım, amma öyrənəcək bir mövzu var idisə onu yorğun olanda oxumurdum. Çox yorğun olanda çünki oxuduğu dərs insan anlaya bilmir. Biraz dincəlirdim, ya yatırdım, səhər dururdum, ya da ki biraz istirahət edib elə başlayırdım dərsə. Aydındır. İmtahan və sınaqlarda vaxt bölgüsünü necə eləmisən? Mən çox sürətli işləyən olmuşam həmişə testləri. Əksinə mənə deyirdilər ki, axıra kimi otur imtahanlarda. 1 saat yarım olan kimi çıxırdım. Ona görə də diqqətsizlik səhvləri həmişə olurdu məndə. Yəni vaxtda belə bir problemim olmayıbdı. Buraxılışda biz birinci zonanın suallarını görəndən sonra başa düşdük ki, bizim buraxılışda vaxt bölgüsünə ehtiyacımız var. Çünki vaxt alan suallar həddindən artıq çox idi. Elə əvvəlcədən plan qurmuşdum ki, mənim üçün daha tez bitirə biləcəyim ingilis dili olacaqdı. Çünki həm açıq suallar nisbətən azdı, həm də daha rahat gəlirdi mənə. Birinci ingilis dilini yazdım. Azərbaycan dili riyaziyyat arasında açıq sualları birinci yazdım ki, tam əmin olum ki, açıq suallardan kəsirim olmayacaqdı. Sonra da qapalı sualların növbəyinə işləyirdim. Aydındır. Təşəkkür edirəm sənə. Mingəçevirdən Yusif soruşur, telefon və diqqət yayındıran şeylər necə idarə edilir? Bunu cavabladıq necə, düzdür? Tamam. Yusifin sualını cavabladıq. Şəmkidən intizar soruşur, dərs metodunu soruşur, onunla bağlı da biz danışdıq. İmtahanlarda vaxt bölgüsünü əsası necə olsa rahatlıqla çatdıra bilərək deyə soruşur. Şəmkidən intizar, kodlaşdırmanı nəzərə alaraq soruşur. Məncə daha asan gələn fənni birinci işləyib, bir də açıq sualları əvvəlcə kodlaşdırsalar daha yaxşı olar. Çünki onda insan rahat olur ki, açıq suallar daha çox bal verdiyinə görə artıq balımın müəyyən hissəsi açıqdır, rahat şəkildə qapalı sualları işləyə bilərəm. Bir də əsas çətin sualların üstündə çox dayanmamaqdır. Asan sualları işləyib, çətin sualları yenidən qayıtmaq məncə daha faydalıdır. Aydındır. Bir də əksər abituriyentlərin sualı olurdu. Riyaziyyatdan xüsusilə yaralı yerdir. Necə öyrənə bilərik? Necə testi yaxşı yazmaq olar? Necə öyrənmisən riyaziyyat ümumiyyətlə? Mən uşaqlıqdan riyaziyyatı çox sevmişəm. Həqiqətən 4-cü qrup olsam da riyaziyyatı həqiqətən çox sevirdim. Bütün gün riyaziyyat işləyə bilərdim. Maraq da belə bir çətinliyim olmayıbdı riyaziyyatdan. Çünki həqiqi marağımı çox cəlb eləyirdi. Riyaziyyatdan elə çox kənara çıxmağa da ehtiyac yoxdur düşünürəm ki, buraxılış imtahanı üçün dimi vəsaitləri kifayət edir. Dimi vəsaitləri kifayət edir, düzdür? Tamam. Lerikdən Nuray soruşur. 9-cu sinifə keçdim. 9-cu sinif üçün tövsiyəni soruşur. 9-cu sinif üçün tövsiyə. 9-cu sinif imtahanı əslində o qədər də stresə düşürəcək bir imtahan deyil. Bunu bütün 9-lara deyirəm. Sadəcə onlar həyatında ilk dəfə Dövlət İmtahan Mərkəzinin imtahanını verdikləri üçün onlara çox stresli gəlir. Məncə əsas stresi idarə edə bilməkdir. Bir də düzgün şəkildə dərslərə vaxt ayıra bilməkdir. Bir də nəzərə almalıdırlar ki, bundan sonra onların ən çətin abituriyentlik illəri başlayır. Blok fənlərinə də vaxt ayırsalar məncə daha yaxşı olar.
Tamam. Naxçıvandan Qumral soruşur. Düz əvvəlcə sənə xüsusilə təbrik edirik Naxçıvandan Qumral. Çox sağ ol. Bu nəticəni əldə etmək üçün təbii çox çalışıb. Ən böyük dəstəkləyici kim olub soruşdu. Onu bayaq cavabladıq. Kim olmuşdu ən böyük dəstəkləyici? Çevirən ailən Bəli, ailə, və dostlar, müəllimlərin hər kəs, yəni özündən başqa hər kəs deməli ailəni dəstəkləyib. Deməli Qobustandan da Arifə soruşur neçə saat dərs oxuduğunu. Gündə neçə saat dərs çalışırdın? Az öncə cavabladıq sualları deyə qısa-qısa keçirik. Neçə saat dərs? Hazırlıqlara çıxmaq şərti ilə 6-7 saat buraxılışa kimi, buraxılışdan sonra 3-4 saat. 3-4 saat. Və sınavlardan nə qədər yığırdın imtahanlardan? Bir də hansı sınavlarda iştirak eləmisən belə deyək? Buraxılış üçün OTK-nın sınaqlarına gedirdim. Elə oradakı nəticəmdə tam demə uyğun gəlirdi, amma mən düşünürdüm ki, orada elədiyim səhvlər hamısı diqqətsizlik səhvləri idi. Düşünürdüm ki, imtahanda eləməyəcəm, amma imtahanda da diqqətsizlik səhvlər elədim. Ona görə məncə bu səhvlərin üstünə çox düşmək lazımdır. Buraxılış nəticəm 270-280 arası olurdu həmişə. Blok fənlərindən sınağa 3 dəfə getmişəm. İlk sınağım 370 neçəsə idi. Son sınağım yadımdadır ki, 395 bal toplamışdım. Bir dənə biologiyadan səhvim var idi. Ondan sonra sınağa getmədim. Son sınağa hansı ayda getdin bəs? Dekabrda buraxılışdan əvvəl getmişdim. Ondan sonra getməmisən. Blok sınağına getmədim. Blok sınağına getməmisən. Ancaq buraxılışa gedirdim. Aha, aydındır. Bakıdan Ayan soruşur. Yayda istirahət edibmi? Edibsə nə qədər? Ehtimal ki, 10-dan 11-ə keçən vaxt soruşur. 10-dan 11-ə keçəndə istirahətimə çox vaxt ayırmadım. Təkrar eləyirdim biologiyanı, daha çox dərs oxuyurdum, amma bu məsləhət görmürəm. Çünki onsuz yayda oxunulan dərslər yadda qalmır. Bir də 10-dan 11-ə keçəndə istirahət üçün çox az vaxt qalır. İyulda dərslər bitir, avqustda dərslər başlayır. Sadəcə bir ay vaxt qalır. Məncə düzgün şəkildə istirahət eləsələr daha yaxşı olar. Aha, aydındır. Lerikdən Zəhra soruşur ki, neçə ildir hazırlığa gedirdi və tamam bu sualı öncə cavab ver. Neçə il hazırlığa getmisən? 2-ci sinifdən 5-ci sinifə kimi kursa getmişəm. Ondan sonra 7-ci sinifdən artıq 4 fəndən hazırlığa başladım. Azərbaycan dili, riyaziyyat, fizika, bir də biologiyadan. 8-ci sinifdən artıq 6 fəndən hazırlığa gedirdim. Aha. Bir ilə müəyyən bazası olan biri 650 plus yığa bilərmi disiplinli çalışaraq? Düşünürəm ki, bəli, disiplinli çalışmaqla hər şey eləmək olar. Aha, aydındır. Aylin xanım, çox təşəkkür edirəm. Qonağımız oldun, zaman ayırdın. Ümid edirəm ki, abituriyentlər üçün faydalı bir video olmuş oldu. İnşallah sənə növbəti illərində də uğurlar arzuluyoruz və xeyirli şəkildə həkimliyi də bitirib yaxşı bir həkim olmağını arzuluyoruz. İnşallah, çox sağ ol. Son olaraq nə sözün var səni izləyən hər kəsə? Demək istəyirəm ki, 11-ci sinifə keçən abituriyentlərə məsləhətim olar ki, psixoloji cəhətdən özlərini çox möhkəm tutsunlar. Çünki 11-ci sinif həqiqətən həm psixoloji, həm fiziki cəhətdən çox yorucu bir ildir, gərgin bir ildir. İnsana elə gəlir ki, hər şey onun üstünə gəlir, dərslər falan insanı çox yorur. Düşünürəm ki, stresi düzgün idarə etmək və disiplinli çalışmaqla uğur əldə etmək asandır. Aydındır. Çox sağ ol Aylin. Çox təşəkkür edirik. Ümid edirəm ki, faydalı oldu hər kəs üçün. Sənə də uğurlar arzuluyorum. Çox sağ ol, təşəkkür edirəm. Əziz izləyicilər, ümid edirik ki, sizlər üçün faydalı oldu. Yəqin ki, ekran qarşısında bu saata qədər qaldınızsa, ehtimal ki, hədəfiniz böyükdür. Sizlər də Aylin kimi yüksək nəticələr arzulayıram. İnşallah ki, arzu etdiyiniz universitetə, arzu etdiyiniz ballarla xeyirli şəkildə qəbul olarsınız. Disiplinli və sistemli çalışaraq, Aylin dediyi kimi, həvəslə çalışaraq hər bir nəticəni əldə edə bilərsiniz. Hər birinizə uğurlar olsun.